Məhəlli işğal nədir? Məhəlli işğal budur ki, yəni məsələnin özündə problem var. Bir misal verək. İnəyin hüceyrəsindən laboratoriyada suni ət hazırlayırlar. Adi ətdən də heç fərq eləməz. Lakin suni ətdir. Bunun digər ətdən fərqi odur ki, bu ət ki var, o inəkdən, yəni inəyi kəsirik ya biz İslam qaydası ilə kəssək, olacaq inək halal. Əti də olacaq halal da, yəni belə deyim. Amma qeyri-İslami şəkildə kəssək, inəyin əti olacaq haram. Amma qeyd eləyək ki, bu ət sual veririk, nə ondandır, nə bu birisindən. Yəni sual çıxır ki, bu ətin hökmü nədir? Yəni halaldır, yoxsa haramdır? Buna deyərlər məhəlli işğallı. Yəni bu suni ət məhəlli işğallı olur. Müctəhid burada ehtiyat yolunu bizə tövsiyə eləyir ki, lakin ümumi hökm gəlmir, hökm çıxarılmır. Amma ola bilər ki, yəni bu məsələdə də biz başqa bir alim müctəhidə təqlid eləyə bilərik ki, yəni keçə bilərik ki, həmin o müctəhid, yəni o alim deyir ki, bu əti yemək məsəl üçün haramdır. Bu suni əti yemək haramdır. Əgər o onu desə, biz ona təqlid eləyib o əti yeməyə də bilərik.